Bürc TV Bürc həvəskarlarına 27 mart 2025-ci il üçün astroloji proqnozu təqdim edir. Əməyə qiymət olaraq videonu bəyənməyi, kanala abunə olmağı unutmayın. Qoç. Qeyri-müəyyən bir gündür. Bütün planlaşdırılan işlərin öhdəsindən uğurla gələcəksiniz. Yığılmış ev işləri ilə məşğul olacaq və vaxtilə təxirə saldığınız hər şeyi bitirə biləcəksiniz. Bir çox qoç onlar üçün vacib olan insanlarla münasibətləri bərpa edəcək. Qısa səfərlər tək başına və ya dostların, ailə üzvlərinin əhatəsində yaxşı nəticə verəcəkdir. Eyni zamanda daxili ziddiyyətlərə qalib gəlməyə başlayacaqsınız, buna görə də münaqişələr və fikir ayrılıqları istisna edilmir. Dəhşətli bir şey olmayacaq, amma yenə də həddindən artıq sərt ifadələrdən və təhqiramiz zarafatlardan qaçınmalısınız. Yığılmış xırda işlərlə məşğul olmaq üçün yaxşı gündür, uzun müddət təxirə saldığınız işlərə qayıdın. Tək hərəkət etmək lazım deyil, həm köhnə, həm də yeni tanışlar sizə kömək etməyə hazır olacaqlar. Bir çox qoçlar faydalı məsləhətlər alacaq və bunun sayəsində məqsədlərinə tez çatacaqlar. Yaxınlarınızla ünsiyyət üçün də əlverişli gün olacaq, fikir ayrılıqları və mübahisələr üçün heç bir səbəb olmayacaq, hər şeydə tez razılaşacaqsınız. Köhnə dost və ya sevdiyiniz biri ilə yola çıxsanız, səfərlər yaxşı alınacaq. Müsbət emosiyalar çox olacaq. İntuisiya sizə deyəcək ki, indi praktiki problemlərin həllinə diqqət yetirməyə dəyər. Daha əvvəl başlanmış işləri başa çatdırmaq, köhnə səhvləri düzəltmək imkanınız olacaq. Gün həm də işgüzar danışıqlar, müttəfiqləriniz kimi görmək istədiyiniz insanlarla görüşlər üçün əlverişli olacaq. Sürprizlərə hazır olun. Günün hadisələri sizi təəccübləndirəcək, bəzi tanış işlərə təzə nəzər salmağa və maraqlı ideyalar irəli sürməyə vadar edəcək. Köhnə tanışlarla münasibətlərdə yaxşılığa doğru dəyişikliklər ola bilər. Ən çətin, vacib və məsuliyyətli məsələlər üçün münasib gündür. Çox şeyi yaxşı edəcəksiniz, istədiyiniz nəticəni əldə etmək üçün çox səy göstərməyinizə ehtiyac olmayacaq. Köhnə dostlarınızdan və ya vaxtilə əməkdaşlıq etdiyiniz insanlardan gələn xəbərlərdən məmnun qalacaqsınız. Səfərlər uğurlu olacaq və hansı məqsədlə yola çıxmağınızın heç bir əhəmiyyəti yoxdur. Yaradıcılıq fəaliyyəti üçün əlverişli gün olacaq. Qeyri-adi ideyalarınız olacaq və onların həyata keçirilməsi çoxlu yeni imkanlar açacaq. Sizin istedadlarınız başqalarını heyran edəcək, əvvəllər şübhə ilə yanaşan insanlar da istisna olmayacaq. Günə mühüm görüşlər və ciddi məsələlərin müzakirəsi ilə başlayın. Daha əvvəl ortaq dil tapmadığınız insanlarla belə danışıqlar apara biləcəksiniz. Qeyri-adi, lakin çox maraqlı təkliflər ola bilər. İntuisiyanız sizə deyəcək ki, onları qəbul etməyə dəyər. Onun məsləhətinə əməl etsəniz, peşman olmayacaqsınız. Günün ikinci yarısı gərgin keçəcək. Ola bilər ki, bu zaman köhnə fikir ayrılıqları və problemlər yada düşəcək, həllini tapmış hesab etdiyiniz məsələlərə qayıtmalı olacaqsınız. Optimist olmağa və pis əhval-ruhiyyəyə təslim olmamağa çalışın. Buğa. Gününüz xoş keçsin. Sakitlik və balans istənilən problemi həll etməyə kömək edəcək. Bir çox buğalar yaşlı qohumların məsləhətlərinə qulaq assalar yaxşı olardı, çünki bu tezliklə çox aktual olacaq. Yaxınlarınıza kömək etmək üçün işlərinizi bir müddət kənara qoymalı olacaqsınız, lakin bu yorucu və darıxdırıcı olmayacaq. Münasibətləriniz daha isti və daha etibarlı olacaq. Qonaqları qəbul etmək üçün əlverişli vaxtdır. Ümumi iş və ya peşəkar maraqlarınız varsa, xüsusilə yaxşıdır. Siz nəinki yaxşı vaxt keçirəcəksiniz, həm də orijinal fikir mübadiləsi aparacaqsınız. Çox işiniz olacaq. Çox güman ki, günün ilk yarısında tək başına hərəkət etməli və məsuliyyətli qərarlar qəbul etməli olacaqsınız. Hətta əvvəllər dəstək vəd etmiş insanlar da köməyə gələ bilməyəcəklər. Bununla belə, özünüz də tək başına bacara bilərsiniz. Davamlı olun, yolda maneələr olarsa, planlarınızdan əl çəkməyin. Günün ikinci yarısı mühüm söhbətlər üçün münasib olacaq. Onlar işə və sırf şəxsi xarakterli bəzi məsələlərə aid ola bilərlər. Hər halda sizi düzgün başa düşəcəklər və hamının bəyənəcəyi həll yolunu tez tapmaq mümkün olacaq. Diqqətli olun, çox faydalı şeylər öyrənə bilərsiniz. Müxtəlif mənbələrdən məlumatlar əldə edilə bilər. Şübhəsiz ki, buğalar indi gələcək karyera inkişafı ilə bağlı məsələlərin həllinə yönəlmiş vacib məsləhətlər alacaqlar. Maliyyə məsələlərinə gəldikdə daha diqqətli olmalısınız.
Alış-verişə tələsməmək daha yaxşıdır. Tərəfdaşın etibarlılığına əmin deyilsinizsə, sövdələşmələr bağlamayın. Günün qalan hissəsi əlverişli olacaq. Xüsusilə ailə işləri, yaşlı qohumlarla ünsiyyət üçün uyğun gəlir. Gününüzü məhsuldar keçirməyə çalışın, faydalı iş görmək üçün idealdır. Yeni işlərlə əla bacaracaqsınız və uzun müddətdir təxirə saldığınız işləri də tamamlayacaqsınız. Yaxşı ideyalar, planlar ola bilər, onların həyata keçirilməsinə biraz sonra diqqət yetirəcəksiniz. Günün ikinci yarısında pulla diqqətli olmalısınız. Bu zaman təxribatlara qarşı durmaq çətin olacaq və bu, sonradan peşman olacağınız xərclərə səbəb ola bilər. Əks halda müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək. Gün ünsiyyət üçün əlverişli olacaq. Çox fərqli insanlarla ünsiyyət qurmaq, hətta laqeyd insanlarda belə xoş təəssürat yaratmaq sizin üçün asan olacaq. Çoxları uğurlarınız və qələbələrinizlə maraqlanacaq, onlar haqqında danışmaqdan çəkinməyin. Həm müttəfiqlər, həm də həqiqi dostlar tapmaq mümkün olacaq. Günün ikinci yarısı çox məhsuldar keçəcək. Mürəkkəb işlərə diqqət yetirmək, bəzi təşkilati məsələləri həll etmək üçün doğru zamandır. Ola bilsin ki, yaxınlarınızdan birinin köməyinizə ehtiyacı olsun. Əkizlər. Asan və uğurlu gündür. Heç yerə tələsməyə ehtiyac yoxdur, planlaşdırdığınız hər şeyi etməyə vaxtınız olacaq. İntuisiyanız kəskinləşəcək və qeyri-müəyyən şəraitdə düzgün qərarlar təklif edəcək. Əksər əkizlər çox yük götürməməlidirlər. Yaxşı istirahət etmək, yaxınlarınızla ünsiyyət qurmaq və xoş şeylər etmək daha vacibdir. Günün ikinci yarısı qısa səfərlər, heç vaxt olmadığınız yerlərdə gəzintilər üçün idealdır. Yeni düşüncələrə ilham verəcək və yaradıcılıq qabiliyyətlərinizi üzə çıxarmağa kömək edəcək parlaq təəssüratlar yaşayacaqsınız. Bugün sahib olduğunuz ideyalar üzərində düşünməyə dəyər. Daha əvvəl fərq etmədiyiniz fürsətləri görəcəksiniz, uzun müddətli hədəflərə çatmaq üçün necə hərəkət etməli olduğunuzu anlayacaqsınız. Və bugün işgüzar əlaqələri gücləndirmək, vaxtilə sizin üçün çox vacib olan münasibətləri bərpa etmək şansınız olacaq. Pul və əmlakla bağlı hər məsələdə daha diqqətli olmağa dəyər. Bugün qeyri-ciddiliyin istənilən təzahürü uğursuz itkilərə səbəb ola bilər. Axşam ev işləri üçün əlverişli zaman olacaq. Günə ən vacib suallara cavab verməklə başlayın. Bu, asan olmayacaq, amma mütləq bacaracaqsınız. İxtiraçılıq və öz qərarlarınızı vermək bacarığı kömək edəcək və başqalarının bilik və təcrübəsinə güvənməyəcəksiniz. İşdə kiçik fikir ayrılıqları istisna edilmir, lakin axşama doğru hamı sizin haqlı olduğunuzu etiraf edəcək. Günün ikinci yarısı şəxsi münasibətlər baxımından əlverişli, dostlarla görüş və ya romantik görüş üçün uyğun olacaq. Yaxşı xəbərlər və şanslı təsadüflər ehtimal olunur. Bəzi əkizlər çoxdan arzuladıqları şeyləri hədiyyə olaraq alacaqlar. Gün sürprizlər gətirə bilər, buna görə də planları dəyişmək lazım gələcək. Ancaq əsəbi olmayacaqsınız, yaxşı əhval-ruhiyyə saxlayın və uğura inamınızı qoruyun. İntuisiyanız mövcud vəziyyətdən maksimum yararlanmaq üçün necə hərəkət edəcəyinizi sizə xəbər verəcək. Çoxları sizinlə söhbət etməkdən məmnun olacaq. Ola bilər ki, köhnə tanışlar sizi hansısa tədbirlərə dəvət etsinlər və ya maraqlı nəsə təklif etsinlər. Günün ikinci yarısı xoş görüşlərlə xüsusilə səxavətli olacaq. Və bu zaman hədiyyələr də ehtimal olunur. Bugün başqaları ilə ortaq dil tapmaq həmişəkindən daha asan olacaq. Hətta adətən əlaqə qurmaq istəməyən insanlar da sizinlə danışmaqdan məmnun olacaq və rəğbət bəsləyəcəklər. Yəqin ki, yeni dostluqların başlanğıcı və romantik bir hekayə də istisna deyil. Günün ikinci yarısı xoş sürprizlər və hədiyyələr vəd edir. Bugün hətta adi işlər də həmişəkindən daha çox diqqət tələb edəcək və diqqətinizi cəmləmək daha çətin olacaq. Buna görə də kiçik səhvlər mümkündür. Ancaq boş yerə vaxt itirməsəniz, yəqin ki, onları tez bir zamanda düzəldəcəksiniz. Xərçəng. Sakit və əlverişli gündür. Başqaları ilə danışıqlar aparmaq, onların motivlərini başa düşmək və hər kəsə uyğun həllər təklif etməkdə əla olacaqsınız. Qırılan münasibətləri bərpa etmək imkanı olacaq. Bəzi xərçənglər faydalı insanlarla görüşəcəklər. Qohumlarla vacib məsələləri müzakirə etmək yaxşı nəticə verəcək. Hər şeydə fikirləriniz üst-üstə düşməsə belə, ortaq dil tapıb, bir-birinizə biraz təslim olub, kompromis əldə edə biləcəksiniz.
Gün xoşuna gəlmək istədiyiniz insanlarla tanış olmaq üçün münasibdir. Düzgün təəssürat yaratmaq üçün çox cəhd etmək lazım deyil. İstənilən halda ən yaxşı keyfiyyətləriniz diqqətdən kənarda qalmayacaq. Səfərlər yaxşı nəticələnəcək, o cümlədən əvvəllər planlaşdırılmamış səfərlər. Pul daxil olmaları mümkündür. Çox güman ki, kiçik məbləğlərdən söhbət gedəcək. Onlar çox faydalı olacaq, bəzi faydalı alış-verişlər etməyə və ya yaxınlarınızı sevindirməyə imkan verəcək. Günortadan sonra ən çox sevdiyiniz insanlarla bağlı xoş xəbərlər olacaq. Gözlənilməz xəbərlər və ya hadisələr ola bilər. Onlara görə planlarınızı dəyişməli, bəzi işləri təxirə salmalı və diqqətinizi başqalarına yönəltməli olacaqsınız. Bu bürcün bəzi nümayəndələri ciddi şəkildə üzüləcəklər, lakin tezliklə mövcud vəziyyətdən necə faydalanmaq lazım olduğu aydın olacaq. Günün ortası işgüzar danışıqlar, eləcə də xoş təəssürat yaratmaq istədiyiniz insanlarla görüş üçün əlverişli olacaq. Axşama doğru yaxşı ideyalarınız olacaq. Hər şey dərhal həyata keçirilə bilməz, lakin sonradan planınıza mütləq qayıdacaqsınız. Gün xoş xəbərlər və xoş hadisələrlə sevindirəcək. Son zamanlar kədərli və gələcək üçün narahat olan xərçənglərin əhvalı nəzərə çarpacaq dərəcədə yaxşılaşacaq. Bürcün bu cür nümayəndələrinin nikbinlik üçün səbəbi olacaq. Bəziləri də ilham alacaqlar, buna görə də həvəslə yeni işlər götürəcəklər. Günün birinci yarısı nisbətən sakit keçəcək, günün ikinci yarısında yeni vəzifələr yarana bilər, eyni anda bir neçə işin öhdəsindən gəlməli olacaqsınız. Boş yerə vaxt itirməyəcəksiniz, hər şey yaxşı olacaq. Davamlı olun, bunun sayəsində bugün gözlədiyinizdən daha çox şeyə nail ola bilərsiniz. Uzun müddətdir ki, mürəkkəbliyinə görə təxirə saldığınız işləri sakitcə yerinə yetirmək imkanınız yaranacaq. Amma gün yeni nəsə etmək üçün də münasibdir. Cəsarətli təşəbbüslər uğurlu olacaq, dostlar və digər yaxın tanışlar kömək etməkdən imtina etməyəcəklər. Kiçik bir anlaşılmazlıq dostlarla münasibətləri bir müddət qaralda bilər, ancaq ciddi fikir ayrılıqlarından və ya mübahisələrdən qorxmaq olmaz. Axşam sizi xoş bir təsadüf sevindirəcək, bundan maksimum yararlanmağa çalışacaqsınız. Şir. Olduqca uğurlu gündür. Bir çox şir bürcü öz daxilində gizli istedadlar kəşf edəcək ki, bu da onlara çətinliklərin öhdəsindən gəlmək üçün qeyri-adi yol tapmağa imkan verəcək. Çox güman ki, xoş və faydalı məlumat alacaqsınız. Gələcəklə bağlı planlar qurmaq və onları yaxınlarınızla müzakirə etmək üçün əlverişli zamandır. Qohumlarınıza və ya dostlarınıza problemlərini həll etməyə kömək etməli olacaqsınız. Çətin vəziyyətlərdə intuisiya köməyə gələcək. Səhv etməyəcək və sizə düzgün çıxış yolunu deyəcək. Bununla belə, insanın öz həyat təcrübəsini də qiymətləndirməmək olmaz. Başqalarının əldən verə biləcəyi şeyləri görə biləcəksiniz. İstənilən mühüm məsələ günün əvvəlində müzakirə olunmalıdır. Məhz bu zaman başqaları ilə anlaşmanız daha asan olacaq, anlaşılmazlıqlardan və uzun sürən mübahisələrdən qaça biləcəksiniz. Çox sərfəli şərtlərlə sizə yeni iş və ya uzun müddətli əməkdaşlıq təklif oluna bilər. Son cavabı verməzdən əvvəl diqqətlə düşünün. İkinci yarını tək başına həll edə biləcəyiniz işlərə həsr etməlisiniz. Bu zaman yaradıcı yanaşma və vəziyyəyə qeyri-standart baxış tələb edən fəaliyyətlər üçün xüsusilə əlverişli olacaq. Vaxtınızı boşa keçirməyin. Günün başlanğıcı çox uğurlu olacaq, çətin işi həll etmək və ya yeni bir işə başlamaq üçün əla olacaq. Əvvəllər çətin görünən məsələləri anlayacaqsınız, məqsədlərinizə necə çatacağınızı anlayacaqsınız. Yaxınlıqda təcrübə və biliyinə etibar edilə bilən insanlar olacaq. Günün ikinci yarısı köhnə tanışlarla görüşlər, eləcə də ailə işləri üçün münasibdir. Uzaq qohumlardan xəbərlər istisna edilmir. Planlaşdırılmamış xərclər mümkündür. Çox güman ki, onlar bəzi xoş alışlarla bağlı olacaq. Günün başlanğıcı çətin ki, narahatlıq olmadan keçsin, baxmayaraq ki, hazırda ciddi problemlərin yaranması ehtimalı azdır. Son günlərdə xeyli gücünüzü alan işləri uğurla başa çatdırmaq şansınız yaranacaq. İndi bununla məşğul olmağa çalışsanız, istədiyiniz nəticəni əldə edəcəksiniz. Günün ikinci yarısı ünsiyyət üçün xüsusilə əlverişli olacaq. Qeyri-adi və maraqlı insanlarla tanış olmaq şansı yaranacaq. Bürcün bəzi nümayəndələri yeni dostlar tapacaq və romantik münasibətlərin başlanğıcı istisna edilmir. Ümumiyyətlə, müsbət tendensiyaların təsiri üstünlük təşkil edəcək.
Ehtiyatlılığa ehtiyac duyulan yeganə sahə maliyyədir. İstənilən maliyyə məsələsinə ciddi yanaşın. Pul xərcləməyə, alış-veriş etməyə və ya hər hansı öhdəlik götürməyə tələsməyin. Qeyri-ciddilik israfçılığa səbəb ola bilər. Günün qalan hissəsi əlverişli olacaq. Yaradıcı axtarışlar, yaradıcılıq və ixtiraçılıq tələb edən problemləri həll etmək üçün yaxşı gündür. Səyahətlər və gəzintilər çox canlı duyğular verəcək. Ola bilsin ki, yaxınlarınız sizinlə yoldaşlıq etmək istəsinlər, əyləncəli olacaq. Mənzərənin dəyişməsi son vaxtlar bütün gücünü işə sərf edən şirlərə fayda verəcək. Qız. Gün çox yaxşı başlayacaq. Səhərdən yüngüllük və emosional yüksəliş hissi sizi müşayiət edəcək. Qız bürclərinin əksəriyyəti ev işlərinin öhdəsindən uğurla gələcək və uzun müddətdir ki, yığılıb qalmış məsələləri həll edəcəklər. Ev işlərinə çox vaxt sərf etməyəcəksiniz, çünki ailə üzvləriniz sizə kömək etməkdən məmnun olacaqlar. Yaşlı qohumların məsləhətlərinə qulaq asın, onlar sizə faydalı fikirlər verəcəklər. Axşam səs-küylü məclislərdə iştirak etmək və bayıra çıxmaq üçün çox uyğun deyil. Yaxın insanların əhatəsində olmaq, ürəkdən danışmaq, dincəlmək daha yaxşıdır. Təcrübəniz və intuisiyanız sayəsində ən çətin işlərin belə öhdəsindən tez gələcəksiniz. Başqalarının məsləhətləri çətin ki, faydalı olsun, lakin onlar çaşdırıcı ola bilər. İşdə fikir ayrılıqları, həmkarlarla qızğın mübahisələr istisna edilmir. Ancaq tezliklə hamı düzgünlüyünüzə əmin olacaq. Günortadan sonra həddindən artıq işləməkdən qaçmaq daha yaxşıdır. Biraz dincəlin, heç olmasa bir müddət gündəlik qayğılara ara verməyə çalışın. Bu, özünüzü daha yaxşı hiss etməyinizə yol açacaq. Vacib məsələlərin müzakirəsi təxirə salınmalıdır. Gün mühüm görüşlər üçün münasibdir. Bugün həm köhnə dostlarla, həm də bu yaxınlarda tanış olduğunuz insanlarla ümumi dil tapmaq sizin üçün asan olacaq. Faydalı işgüzar əlaqələr əldə etmək, köməyi faydalı olan insanların dəstəyinə müraciət etmək şansınız olacaq. Çətin işlərin öhdəsindən yaxşı gələcəksiniz. İntuisiyanıza qulaq asın, o sizə uğur qazanmaq üçün necə hərəkət edəcəyinizi söyləyəcək. Bir çox qızlar daha əvvəl əldə etdikləri təcrübədən faydalanacaqlar. Kiçik detallara diqqət yetirməyə çalışın, bu, səhvlərdən qaçmaq üçün kifayət edəcək. Vacib bir işiniz varsa, səhər bu işə başlayın, onda istədiyiniz nəticəni əldə etmək çox asan olacaq. Sübut edilmiş üsullar çox təsirli olmaya bilər, ona görə də yeni bir şey tapmalı olacaqsınız. Əla iş görəcəksiniz. Günün ikinci yarısı daha sakit, istirahət, bəzi xoş yorucu olmayan fəaliyyətlər üçün uyğun olacaq. Bunu ən yaxın adamlarınızla keçirə bilərsiniz, ünsiyyət çox xoş olacaq. Bu günə səfərlər planlaşdırılırsa, heç nəyi unutmamaq üçün tələsmədən onlara hazır olun. Son vaxtlara qədər gərgin olan münasibətləri düzəltmək üçün bu fürsətdən yararlanın. İntuisiyanız şübhəsiz ki, köhnə və yeni tanışlarla necə davranacağınızı sizə xəbər verəcək. Ulduzların dəstəyi ilə gözlədiyinizdən də çox şeyə nail olacaqsınız. Gün mühüm məsələlərin müzakirəsi son zamanlar həm sizi, həm də yaxınlarınızı narahat edən ailə və məişət problemlərinin həlli üçün münasibdir. Gözlədiyinizdən daha çox işiniz olsa belə, özünüzü yorğun hiss etməyəcəksiniz. Axşam saatları kiçik alışlar üçün əlverişlidir. Tərəzi. Gününüz xoş keçsin. Uzun müddətdir gözlədiyiniz xoş xəbəri alacaqsınız. Gələcəklə bağlı planlar qurmaq üçün əla vaxtdır, demək olar ki, hamısı tez həyata keçiriləcək. Bir çox tərəzilər qohumları və ya dostları ilə vaxt keçirməkdən, işlərində onlara kömək etməkdən və uzun müddətdir hər kəsi narahat edən məsələləri müzakirə etməkdən faydalanacaqlar. Sizin üçün vacib olan əlaqələri gücləndirə və köhnə xırda narazılıqları aradan qaldıra biləcəksiniz. Yaradıcılıq qabiliyyətləriniz özünü göstərəcək, əvvəllər heç vaxt sınamadığınız bir şey etməyə cəhd edə bilərsiniz. İlk uğurlarınızı tez bir zamanda əldə edə biləcəksiniz. Siz hətta yeni və maraqlı hobbi əldə edə bilərsiniz. Çox işlər təəccüblü dərəcədə asan olacaq. Vacib məsələlərə diqqət yetirməyə dəyər, ulduzların dəstəyi sayəsində onların öhdəsindən tez gələcəksiniz. Gün maliyyə məsələlərinin həlli və sövdələşmələr üçün münasib olacaq. Pulla bağlı hər işdə intuisiyanıza arxalana bilərsiniz. Onun məsləhətləri vaxtında və dəqiq olacaq.
Günün ikinci yarısında sizi xoş sürprizlər gözləyir. Bu vaxt dostlarla görüş və ya romantik bir görüş üçün münasib zaman olacaq. Gözlənilməz təkliflər mümkündür. Çox düşünmədən onlarla razılaşacaqsınız və peşman olmayacaqsınız. Gün gözəl ideyalar gətirəcək. İstənilən işdə yaradıcı olmaq bacarığı və işlərə qeyri-standart baxış sayəsində başqalarının uğursuz olduğu yerdə uğur qazanacaqsınız. Vəziyyəti tez idarə etmək, qərar qəbul etmək, intuisiyanıza güvənmək bacarığı faydalı olacaq. Çətinliklərin yarana biləcəyi yeganə sahə maliyyədir. Planlaşdırılmamış xərclər mümkündür. Günün qalan hissəsi yaxşı keçəcək. Sevdiklərinizlə ünsiyyətdən həzz alacaqsınız. Onlar sizə dəstək olacaq, sizə böyük məsləhətlər verəcək, sizi ruhlandıracaqlar. Günün əvvəlində xırda şeylərdən narahat olmamağa çalışın. Bu zaman emosional fon olduqca gərgin olacaq, amma yenə də pis əhval-ruhiyyəyə tab gətirmək və nikbin qalmaq sizin ixtiyarınızdadır. Tezliklə yaxşıya doğru dəyişiklik hiss edəcəksiniz. Günün ikinci yarısı yeni işlərlə məşğul olmaq üçün münasibdir. Dostlar və digər yaxın insanlar ən cəsarətli ideyaların həyata keçirilməsində sizə kömək etməkdən məmnun olacaqlar. Və bu vaxt səfərlər və gəzintilər üçün əlverişli olacaq, yaxşı vaxt keçirəcək, gündəlik qayğılardan yayınacaqsınız. Hələ həlli mümkün olmayan problemlər haqqında düşünməməyə çalışın. Hazırda edə biləcəyiniz işlərə diqqət yetirsəniz, qeyri-adi dərəcədə məhsuldar gün keçirəcəksiniz. Kiminsə köməyinizə gəlməsini gözləmədən tək başına hərəkət etmək daha yaxşıdır. Sübut edilmiş üsullar səmərəsiz ola bilər, ona görə də yeni bir şey tapmağa hazır olun. Bu, sizi yaxşı tanıyan, maraqlarınızı və fikirlərinizi bölüşən insanlarla ünsiyyətdən məmnun olacağınız bir gündür. Dostlarla görüş, şübhəsiz ki, çox canlı təəssüratlar verəcək. Romantik görüş də qeyri-adi və yadda qalan olacaq. Əqrəb. Gərgin və məhsuldar gündür. Siz güc və enerji ilə dolu olacaqsınız və istənilən işin öhdəsindən asanlıqla gələcəksiniz. Bu, bəzi fiziki səylər və ya bəzi alətlər tələb edə bilər, ancaq yaxşı olacaqsınız. Əksər əqrəblər ünsiyyətdə açıq və sadə olacaqlar ki, bu da onlara çoxdankı ziddiyyətləri həll etməyə və yaxınlarınızla münasibətlərdə qeyri-müəyyənliklərdən qurtulmağa imkan verəcək. Bütün planlarınız gerçəkləşməyəcək, lakin bu ən yaxşısı olacaq. Günortadan sonra zəifliklərinizə və pis vərdişlərinizə yol verməməyə çalışın. Gün işgüzar ünsiyyət üçün əlverişli olacaq. Ən yüksək səviyyədə görüşlər yaxşı keçəcək. Fikirlərinizlə insanları maraqlandıra biləcəksiniz. Burada son rolu şəxsi cazibəniz oynayacaq. İşdə romantik bir hekayənin başlanğıcı istisna edilmir. Bu cür əlaqələr istədiyinizdən daha yavaş inkişaf edəcək, lakin yenə də çoxlu müsbət emosiyalar verəcək. Gün həm də maliyyə məsələlərini həll etmək, işləri qaydaya salmaq üçün uyğundur. Diqqətinizi cəmləmək sizin üçün asan olacaq və heç bir xırda detal gözünüzdən qaçmayacaq. Gün müttəfiqləriniz olaraq görmək istədiyiniz insanlarla ünsiyyət üçün əlverişlidir. Siz xoş təəssürat yarada biləcəksiniz və fikirlərinizi elə təqdim edəcəksiniz ki, onlara heç kim biganə qalmayacaq. İş və ya bizneslə bağlı maraqlı təkliflər istisna deyil. İntuisiyanız sizə çox düşünmədən onlarla razılaşa biləcəyinizi söyləyəcək. Nağd maliyyə daxil olmaları, o cümlədən gözlənilməz mənbələrdən qazancınız ola bilər. Kiçik məbləğ olacaq. Ancaq çox faydalı alınacaq, bəzi planlaşdırılmamış alışlar etməyə, yaxınlarınızı sürprizlərlə sevindirməyə imkan verəcək. Günün ilk yarısı üçün mürəkkəb və məsuliyyətli işləri planlaşdırmamalısınız. Diqqəti cəmləmək asan olmayacaq, tez-tez diqqətinizi yayındıracaqsınız, bu bezdirici səhvlərə səbəb ola bilər. Amma müsbət tendensiyaların təsiri sürətlə artacaq və tezliklə vəziyyət yaxşılığa doğru dəyişəcək. Özünüzü daha sakit və inamlı hiss edəcəksiniz və intuisiyanız sizə haradan başlayacağınızı söyləyəcək. Günün ikinci yarısında ailə məsələlərinə fikir verməli olacaqsınız. Yaxınlarınızdan birinin köməyinizə ehtiyacı ola bilər. Sevinəcəyiniz gözlənilməz səfərlər istisna edilmir. Sizi çoxdan maraqlandıran bir işə başlayın. İndi siz bunu yaxşı idarə edə bilərsiniz. Təşəbbüsü öz əlinizə almaq yaxşı olar. Fikirlərinizlə başqalarını maraqlandırmağa çalışın, çox etibarlı müttəfiqlər tapmağınız mümkündür. Gün alış-veriş üçün münasib olacaq, həm planlı, həm də spontan alışlar uğurlu olacaq.
İşlər plana uyğun getməsə də narahat olmayacaqsınız. Bu, yaxınlarınızla ünsiyyətdə bir çox xoşagəlməz məqamlardan qaçmağa, sizin üçün xüsusilə əziz olan insanlarla yaxşı münasibətlər saxlamağa imkan verəcək. Ox atan. Olduqca əlverişli gündür. İntuisiyanız kəskinləşəcək və onun göstərişləri uyğun və vaxtında olacaq. Ox atanların əksəriyyəti uzun müddətdir davam edən problemləri asanlıqla həll edəcəklər. Evinizi səliqəyə salmaq və rahatlıq yaratmaq üçün yaxşı vaxtdır. Əgər siz onlardan xahiş etsəniz, ailə üzvləriniz bəzi öhdəlikləri öz üzərlərinə götürəcəklər. Sürətli qərarlar qəbul etmək həmişəkindən daha çətin olacaq. Xəyal qurmağa meyilli olacaqsınız, ona görə də həmişə vəziyyəti rasional qiymətləndirə bilməyəcəksiniz. Bununla belə, şərait elə olacaq ki, heç yerə tələsmək lazım olmayacaq. Müttəfiqlər tapmaq asan olacaq. İdeyalarınız və planlarınız çoxlarını maraqlandıracaq, planlarının həyata keçirilməsində kömək etmək istəyənlər mütləq olacaq. İntuisiyanız sizə kimə arxalana biləcəyinizi söyləyəcək. Yaxşı sövdələşmələr mümkündür. Bəzi ox atanlar sürətli gəlir artımı vəd edən təkliflər alacaqlar. Evdə həmişəkindən daha çox narahatlıq ola bilər. Qohumlarla kiçik fikir ayrılıqları, bəzi məişət məsələlərində mübahisələr istisna edilmir. Ancaq ciddi münaqişələr yaranmayacaq, ümumi dil tapmaq və hər şeyi tez bir zamanda razılaşdırmaq mümkün olacaq. Günün əvvəlində xırda şeylərə görə narahat olmamaq çətin olacaq. Bu zaman gərgin emosional fon yaranacaq və hər şeyə kəskin reaksiya verə bilərsiniz. Ola bilsin ki, köhnə tanışlarınızdan kiminsə yardımınıza ehtiyacı olsun və siz bunu təmin etmək üçün öz işlərinizi təxirə salmalı olacaqsınız. Günortadan sonra daha diqqətli olmalısınız. Kiminsə sizi şübhəli işlərə cəlb etməyə, biliklərinizdən öz maraqları üçün istifadə etməyə çalışması təhlükəsi var, daha əvvəl planlaşdırılmayıbsa, maliyyə əməliyyatları və alışları təxirə salmaq daha yaxşıdır. Vacib söhbətlər üçün yaxşı gündür. Yaxınlarınızla son vaxtlar sizi maraqlandıran, narahat edən və ruhlandıran hər şeyi müzakirə edə, sirləri və planları bölüşə, uzun müddətdir sizi narahat edən ideyalar barədə danışa biləcəksiniz. Yaxşı məsləhətlər eşitmək, dəstək almaq şansınız olacaq. Sürprizlərə hazır olun. Nələrsə plana uyğun getməyəcək və başladığınız işi başa çatdırmaq üçün israrlı olmalısınız. Ancaq çətinliklər qarşısında şübhəsiz ki, geri çəkilməyəcəksiniz və buna görə də məqsədinizə çatacaqsınız. Diplomatik istedadlarınızı göstərmək fürsətini qaçırmayın, bugün onlar çoxları üçün faydalı olacaq. Mübahisə edənləri barışdıracaqsınız, çox fərqli insanlara ortaq dil tapmağa kömək edəcəksiniz. Ola bilər ki, başqalarının işinə qarışmalı olacaqsınız. Bunu nəzakətlə və incəliklə heç kimi incitmədən edəcəksiniz. Maliyyə məsələlərini həll etmək üçün uyğun zamandır. Burada intuisiyanıza etibar edə bilərsiniz, onun məsləhətləri düzgün, dəqiq və vaxtında olacaq. Günün ikinci yarısı taleyindən narahat olduğunuz insanlardan xoş xəbərlər gətirəcək. Oğlaq. Gün çox yaxşı keçəcək, xüsusən də onun ilk yarısı. Təxirə salmaq məcburiyyətində qaldığınız məsələlərlə məşğul olacaqsınız. Yeni situasiyalar üzə çıxacaq, nəticə çıxarmaq və qərarlar qəbul etmək sizin üçün asan olacaq. Bir çox oğlaqlar başqalarını bir baxışda anlaya biləcəklər, buna görə də sevdikləri ilə münasibətləri yaxşılaşdıra və qırılan əlaqələri bərpa edə biləcəklər. Axşam ev işlərinə həsr edilməli olacaq. Özünüzə çox təzyiq göstərməyin, sadəcə lazım olanı edin. İmpulsiv alışlardan qaçmağa çalışın. Çox işiniz var üstəlik, bu işlərə əlavə olaraq dərhal həll tələb edən yeni vəzifələr də ortaya çıxacaq. Hər şeyi etmək üçün tələsməlisiniz. Ən vacib məsələləri özünüz həll etsəniz yaxşıdır, amma qalan hər şeyi köməkçilərə həvalə etmək olar, onlar mütləq tapılacaqlar. Yeni tanışların sizinlə bölüşəcəyi məlumatlara diqqət yetirin. Bu, şübhəsiz ki, sonradan faydalı olacaq. Günün ikinci yarısı ünsiyyət üçün xüsusilə əlverişli olacaq. Bu zaman hər hansı bir xırda şeyə görə mübahisə etdiyiniz insanlarla da anlaşa biləcəksiniz. Səhər saatlarında sakit qalmaq sizin üçün həmişəkindən daha çətin olacaq. Həyəcanlanmamağa çalışın, emosiyaların təsiri altında heç nə etməyin. Bəzi oğlaqlar da xüsusilə həssas olacaqlar, ona görə də başqaları ilə anlaşmaq çətin olacaq. Ancaq zaman keçdikcə müsbət emosiyaların təsiri artacaq.
Özünüzü daha inamlı və azad hiss edəcək, planlar və prioritetlər barədə qərar verəcəksiniz. Axşam yaxınlarınızla münasibətlərdə yaxşılığa doğru dəyişiklik vəd edilir. Dostlarla görüş şübhəsiz ki, sizi ruhlandıracaq. Həyəcanlanmayın. Bugün emosiyaların öhdəsindən gəlmək sizin üçün olduqca çətin olacaq, amma yenə də cəhd etməyə dəyər, əks halda yersiz münaqişələrdən və mənasız mübahisələrdən qaça bilməyəcəksiniz. Vacib məsələlərin müzakirəsini və ciddi söhbətləri təxirə salmaq, işdə başqalarından çox özünüzə güvənmək daha yaxşıdır. Müsbət tendensiyaların təsiri getdikcə artacaq və günün ikinci yarısı birincidən nəzərə çarpacaq dərəcədə xoş keçəcək. Axşam saatlarında sevənləri, eləcə də ilk görüşə gedənləri xoş sürprizlər gözləyir. Nəticə qazanmağa tələsməyin. Bu o günlərdən biridir ki, üzdə olan qərarlar səhv çıxır və ilk təəssüratlara etibar etmək olmaz. Vəziyyəti başa düşmək və necə davam edəcəyinə qərar vermək üçün vaxt lazımdır. Sizi yaxşı tanıyan insanlarla məsləhətləşmək faydalı olacaq. Qohumlar maraqlı fikirlər bölüşəcək və şübhəsiz ki, qeyri-adi bir şey təklif edəcəklər. Gün son vaxtlar yeni duyğulardan məhrum olan oğlaqları sevindirəcək. Bürcün bu cür nümayəndələri vəziyyəti dəyişdirmək və narahatlıqlardan qaçmaq imkanı əldə edəcəklər. Dolça. Yaxşı gündür, lakin çətinlikləri olmadan deyil. Problemlərinizi həll etmək üçün etibarlı tərəfdaşları cəlb edə biləcəksiniz. Demək olar ki, ümidsiz görünən məsələlərdə də sizə kömək ediləcək. Bir çox dolçalar çoxdan arzuladıkları bir şeyi hədiyyə olaraq alacaqlar. Nüfuzlu insanlarla görüşlər ehtimalı yüksəkdir. Cazibədarlığınız tez bir zamanda onların rəğbətini qazanacaq. Yaranan əlaqələr yaxın gələcəkdə faydalı olacaq. Ancaq qohumlarla ünsiyyət qurarkən maksimum qayğı və incəlik göstərməlisiniz, əks halda mübahisə ehtimalı yüksəkdir. Diqqəti biznesə yönəltmək asan olmayacaq, başqaları tez-tez suallarla diqqətinizi yayındıracaq. Xüsusilə işi dəqiqlik və xırda detallara diqqət tələb edən dolçalar üçün çətin olacaq. Bürcün bu cür nümayəndələri nəyisə görməzdən gəlmək riski daşıyırlar. İşgüzar danışıqlar yaxşı keçəcək, lakin əldə olunan razılaşmalar ilkin olacaq. Gün şəxsi münasibətlər baxımından çox əlverişli olacaq. Sevdiklərinizlə asanlıqla anlaşa, bəyəndiyiniz insanla tez bir zamanda ümumi dil tapa bilərsiniz. Yeni və maraqlı bir iş görmək fürsətini qaçırmayın. Bugün ən yaxşı tərəfinizi göstərmək imkanınız olacaq. Ətrafınızdakı insanlar sizin çox şeyə qadir olduğunuzu başa düşəcək və tezliklə çox maraqlı təkliflər verəcəklər. Bugün iş kimi başlayan münasibətlər sonradan dostluq və ya romantik xarakter ala bilər. Gün kiçik alışlar üçün münasibdir. Onların planlaşdırılmış olub-olmaması vacib deyil, hər halda seçimlə bağlı səhv etməyəcəksiniz, boş yerə pul xərcləməyəcəksiniz. Axşam səfərlər və gəzintilər üçün əlverişli olacaq. Bəzi vacib işlər planlaşdırırsınızsa, onları günortaya qədər təxirə salmamağa çalışın. Müsbət tendensiyaların təsiri səhər saatlarında xüsusilə güclü olacaq, ona görə də tələsmək daha yaxşıdır. Və mütləq uzaqdan ruhlandırıcı xəbərlər, taleyi sizi narahat edən insanlar haqqında xəbərlər alacaqsınız. Günortadan sonra həddindən artıq işləməkdən və stresli vəziyyətlərdən qaçmaq daha yaxşıdır. Rahatlanın, bu sizə mütləq xeyir verəcək. Yaxınlarınızla ünsiyyət sevindirəcək. Kiçik bir ev məclisi üçün bir fürsət olması mümkündür. Çətin məsələləri və mühüm görüşləri təxirə salmayın, günün ilk yarısı onlar üçün idealdır. İntuisiyanız sizə uğur qazanmağın yollarını söyləyəcək, vaxtınızı boş keçirməyəcəksiniz. Gözlənilmədən çətin söhbətlər yaxşı keçəcək. Başqalarının sizi düşündüyünüzdən daha yaxşı başa düşdüyünü görəcəksiniz. Günortadan sonra özünüzü çox yormayın. Bu zaman dincəlmək, bir müddət bütün qayğıları başınızdan atmaq faydalı olacaq. Bir çox dolçalar uşaqlıq və yeniyetməlik dostları ilə birlikdə gözəl vaxt keçirəcəklər. Balıq. Parlaq və aktiv gündür. Cazibədarlığınız heç kəsi laqeyd qoymayacaq. Uzun müddətdir görmədiyiniz insanlarla təsadüfi görüşlər ehtimalı var. Bu, çoxlu müsbət emosiyalar gətirəcək və yaxın gələcəkdə perspektivli əməkdaşlıqla nəticələnə bilər. Bəzi balıqlar yaxşı xəbərlər alacaqlar. Axşam dost şirkətlərə və ya sosial tədbirlərə baş çəkmək üçün idealdır.
Natiqliyiniz sayəsində diqqət mərkəzində olacaqsınız. Yeni tanışlıqlar çox gözləməyəcək. Romantik hekayənin başlanğıcı istisna edilmir. İşlər gözlədiyiniz kimi getməsə belə sakit olmağa çalışın. Bugün şübhəsiz ki, improvizasiya qabiliyyətinə ehtiyacınız olacaq. Mümkündür ki, əvvəllər tamamlaya işlərə diqqət yetirmək üçün iş planlarını dəyişdirmək lazımdır. Gün çox məşğul olacaq, ikinci yarıda bir çox balıqlar özlərini yorğun hiss edəcəklər. Vəziyyəti dəyişdirmək məsləhətdir. Gündəlik qayğılardan bir müddət qaçmağı bacarsanız, özünüzü daha yaxşı hiss edəcəksiniz. Günün başlanğıcı tamamilə yeni bir işə başlamaq və artıq çox vaxt sərf etdiyiniz bir işi tamamlamaq üçün yaxşıdır. Çevik hərəkət edəcəksiniz, həm də vacib ola biləcək detalları qaçırmayacaqsınız. Hesablaşmalar, sənədlərlə işləmək, dövlət qurumları ilə əlaqə saxlamaq üçün münasib dövrdür. Günün ikinci yarısı isə ünsiyyət üçün xüsusilə əlverişli olacaq. Bəzi balıqlar köhnə tanışları görmək, bir zamanlar dəyər verdikləri əlaqələri bərpa etmək istəyəcəklər. Romantik bir görüş çoxlu parlaq anlar bəxş edəcək. Köhnə tanışları ziyarət etmək, bir vaxtlar ümumi maraqlarla bağlı olduğunuz insanlarla söhbət etmək üçün yaxşı gündür. Belə insanlar şübhəsiz ki, qeyri-adi və maraqlı bir şey təklif edəcəklər və çox düşünmədən razılaşacaqsınız və peşman olmayacaqsınız. Hədiyyələr və pul qəbzləri istisna edilmir. Gün alış-veriş üçün əlverişli olacaq və özünüz və yaxınlarınız üçün hər şeyi yoxlaya bilərsiniz, səhv edə bilməzsiniz. Sizin üçün xüsusilə əziz olan bir insanı sevindirmək fürsəti yaranacaq. O da eyni cavabı verməyə çalışacaq. Hərəkətə keçməyə hazır olun, bugün uğur qazana bilərsiniz. Başqalarından qeyd-şərtsiz dəstək gözləməyin. Hətta keçmişdə həmişə sizin tərəfinizdə olan insanlar da yeni ideyalarınıza tənqidi yanaşa bilərlər. Maddi məsələlərin həllində daha diqqətli olmalısınız. İlk baxışdan çox sərfəli görünsələr belə, alış və əməliyyatlara tələsməmək daha yaxşıdır. Unutmayın ki, müsbət tendensiyaların təsiri zaman keçdikcə artacaq. Günün ikinci yarısı sizi və yaxınlarınızı sevindirən xəbərlər gətirəcək.